Salam. Bugünkü mövzumuz inanc sarsıntısı mövzusudur. İnsanın həyatda inancı bəzən sarsıntılara uğraya bilər. Yəni bu nədir? Yəni bəzən insan dini inancında şübhəyə düşə bilər. İnancı sarsıla bilər insanın. Və bu inanc sarsıntısının da müxtəlif səbəbləri var. Bunlardan biri əlbəttə ki, insanın axılına gələn suallar və şübhələrdir. İnsanın axılına bəzən dini inanc haqqında, dini məsələlər haqqında bəzi suallar, bəzi şübhələr gəlir və yaxud öz axılına yox, başqa insanlar tərəfindən insanlara suallar verilir və insanlar şübhə altında qalır. Və bu zaman əgər bu suallara cavab tapa bilməsə, insanın inancında sarsıntılar olur, inancı zəifləməyə başlayır. Və bu məsələdə bizim ilk vəzifəmiz nədir? İnancımızı qoruyaq. Nə cür? Axlımıza gələn bu suallar ki var, bu suallara gərək çalışaq, biz cavablar tapaq, özümüz araşdıraq və yaxud bilən insanlardan araşdıraraq çalışaq ki, bu suallara cavablar tapaq ki, inancımızda sarsıntı qalmasın, inancımızın o sarsılan hissəsini möhkəmləndirək. Və inanc sarsıntısına, insanın inancının sarsılmağına səbəb olan başqa amillərdən biri də dini təmsil edən şəxslərin dinə uyğun olmayan hərəkətlərini görəndə insanların inancında sarsıntı əmələ gəlir ki, bu insan ki dini təmsil edir, dinə yaraşmayan bu hərəkət edirsə, bu insanların inancında sarsıntıya səbəb olur. Əslində isə biz gərək bu cür məsələlərdə inancımız sarsılmasın. Bunu sizə belə bir misalla deyim. Bir gün universitetdə bir müəllimimiz deyirdi ki, mən uşaq vaxtı dişim ağrıyırdı, həkimə getdim. Həkim deyir, mənim xarab dişimi qoydu, yerinə sağlam dişimi çıxartdı. Ondan sonra deyir, mən nə etməliydim? Mən ümumiyyətlə bütün tibbimi inkar etməliydim ki, yox, tibbin bir nümayəndəsi ki, bu səhv hərəkəti elədi, mən artıq bütün tibbi inkar edeyim. Əgər deyir, mən belə eləsəm, əlbəttə mən səhv olardım. Çünki bir şəxsin bir hərəkətinə görə mən bütün bu tibbi inkar edə bilmərəm. Eləcə də dini inanc, din məsələləri də bu cürdür ki, dini biz inanclarımızı gərək şəxslərin üzərində qurmayaq. Hansısa bir dini təmsil edən şəxsin bir səhv hərəkəti bizim dinə olan inancımızı gərək sarsmasın və biz gərək dini inancımızı o şəxslərin üzərində quraq ki, o şəxslər ki, həqiqətən o dini yaşayırdılar ki, onlar Peyğəmbərimiz və məsum imamlarımızdır.